Kriptoqrafiya. Salam dostlar. Bugünkü dərsimizdə biz informatikanın çox maraqlı və mühüm bir sahəsini, kriptoqrafiyanı öyrənəcəyik. Gəlin birlikdə addım-addım mövzuya baxaq. İnformasiya müasir dövrdə ən dəyərli resurslardan biridir. Onun qorunması, gizliliyinin təmin olunması üçün xüsusi üsullardan istifadə olunur. Bu üsulların ən mühümlərindən biri də kriptoqrafiyadır. Kriptoqrafiya nədir? Kriptoqrafiya informasiyanın gizlədilməsi və qorunması elmi sahəsidir. Sadə dillə desək, məlumatı elə formada dəyişməkdir ki, onu yalnız müəyyən açarı bilən adam oxuya bilsin. Kriptoqrafiya çox qədim dövrlərə gedib çıxır. Hökmdarlar, sərkərdələr və diplomatlar gizli məlumatları düşməndən qorumaq üçün müxtəlif üsullardan istifadə ediblər. Bu üsulların ən sadəsi Sezar şifrəsi idi. Şifrələmə üsullarının ən qədim və sadə formalarından biri Sezar şifrəsidir. Bu üsul adını məşhur Roma imperatoru Yuli Sezardan almışdır. O, öz dövründə məxfi məlumatları əskərlərinə göndərmək üçün bu sadə üsuldan istifadə edirdi. Metodun mahiyyəti ondan ibarətdir ki, söz və ya cümlədəki hərflər əlifbada müəyyən sayda irəli sürüşdürülür. Məsələn, əgər 3 vahidlik sürüşdürmə seçsək, salam sözü belə şifrələnir. VDODP kimi görünür. Simmetrik və asimetrik şifrələmə. Məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif şifrələmə üsulları mövcuddur. Onların arasında ən çox istifadə olunan iki əsas yanaşma simmetrik və asimetrik şifrələmədir. Bu üsullar məlumatların necə gizlədildiyi və açarların necə istifadə olunduğu ilə fərqlənir. Simmetrik şifrələmə. Burada həm şifrələmə, həm də deşifrələmə üçün eyni açar istifadə olunur. Bu üsul sadədir, amma açarı qarşı tərəfə təhlükəsiz çatdırmaq çətindir. Asimetrik şifrələmə. Burada iki açar olur, açıq və qapalı. Açıq açar hamıya verilir, amma deşifrələmək üçün yalnız qapalı açar istifadə olunur. Bu üsul daha təhlükəsizdir və müasir sistemlərdə geniş istifadə olunur. Müasir şifrələmə. Bugünkü rəqəmsal dünyada şəxsi məlumatların qorunması, internet üzərindən təhlükəsiz ünsiyyətin qurulması və maliyyə əməliyyatlarının etibarlı şəkildə aparılması üçün çox güclü şifrələmə üsullarına ehtiyac var. Əgər qədim dövrlərdə sadə üsullar, məsələn Sezar şifrəsi kifayət edirdisə, bugün milyonlarla insanın istifadə etdiyi bank sistemləri, sosial şəbəkələr və messengerlər çox daha mürəkkəb və davamlı alqoritmlərə əsaslanır. Müasir şifrələmədə ən çox istifadə olunan üsullardan ikisi AES və RSA alqoritmləridir. AES simmetrik şifrələmə üsuludur. Yəni həm şifrələmə, həm də deşifrələmə üçün eyni açardan istifadə olunur. Çox sürətlidir və böyük həcmdə məlumatı qısa müddətdə emal edə bilir. Buna görə də bank əməliyyatlarında, kompüter fayllarının qorunmasında geniş tətbiq olunur. RSA asimetrik şifrələməyə əsaslanır. Burada açıq və qapalı açar cütlüyü mövcuddur. Açıq açarla məlumat şifrələnir, amma yalnız qapalı açarla oxuna bilir. Bu üsul xüsusilə internet üzərindən təhlükəsiz məlumat mübadiləsində, elektron imzalarda və messengerlərdə istifadə olunur. Müasir şifrələmə alqoritmləri təkcə fərdi yazışmaların deyil, həm də dövlətlərin milli təhlükəsizliyinin qorunmasında əsas vasitələrdən biridir. Elektron imza. Müasir dövrdə kağız sənədlərin əksəriyyəti rəqəmsal formaya keçib. Bu isə sənədlərin həqiqiliyini və etibarlılığını təsdiqləmək üçün xüsusi vasitələrə ehtiyac yaradır. O, adi imzanın rəqəmsal ekvivalenti hesab olunur və elektron sənədlərin kimə məxsus olduğunu, onların dəyişdirilib-dəyişdirilmədiyini təsdiqləyir. Elektron imzanın əhəmiyyəti çox böyükdür. İlk növbədə o, sənədlərin saxtalaşdırılmasının qarşısını alır və hüquqi baxımdan tam qüvvəyə malikdir. Bu, dövlət qurumları, bank sistemləri, şirkətlər və hətta fərdi istifadəçilər üçün etibarlı sənəd dövriyyəsi deməkdir. İkincisi, elektron imza vaxt və resurslara qənaət edir. Kağız sənədlərin çapı, imzalanması və fiziki şəkildə göndərilməsi əvəzinə saniyələr ərzində rəqəmsal formada imzalanaraq qarşı tərəfə ötürülə bilər. Bununla yanaşı müəyyən çətinliklər də mövcuddur. Məsələn, texniki problemlər, şifrələrin unudulması və elektron imzanın yanlış istifadəsi əlavə risklər yarada bilər. Amma ümumilikdə elektron imza müasir cəmiyyətin təhlükəsiz, çevik və şəffaf idarə etməsinin ayrılmaz hissəsinə çevrilib. Yekun. Bugünkü dərsdə biz kriptoqrafiyanın nə olduğunu və tarixini öyrəndik. Tanış olduq Sezar şifrəsi, simmetrik və asimetrik şifrələmə üsulları ilə. Müasir dövrdə məlumatların qorunması üçün AES, RSA kimi güclü alqoritmlərin istifadə olunduğunu gördük. Həmçinin elektron imzanın sənədlərin doğruluğunu təsdiqlədiyini, saxtalaşdırmanın qarşısını aldığını və vaxt qazandırdığını öyrəndik. Amma bəzi texniki risklərin olduğunu da qeyd etdik.
Qısaca desək, bu dərsdə məlumat təhlükəsizliyi və şifrələmə üsulları haqqında əsas biliklər əldə etdik ki, bu biliklər gündəlik həyatda və texnologiya sahəsində faydalıdır. Ev tapşırığı. Sezar şifrəsi ilə məktəb sözünü 2 vahidlik sürüşdürmə ilə şifrələyin. İnternetdə RSA alqoritmi haqqında araşdırma edin və sadə dillə izahını yazın. Ümid edirəm ki, bugünkü dərs sizin üçün həm maraqlı, həm də faydalı oldu. Gələn dərslərdə görüşənədək. Sağ olun.